Narahat valideyn, gərgin valideyn, hətta valideynliyi ilə bağlı gərginliyi varsa, yaxşı övlad tərbiyə edə bilməyəcək, yetişdirə bilməyəcək. Valideyn rahat olmalıdır. Valideyn bilməlidir ki, tutalım valideyn var, uşağının bir dənə, iki dənə yanlışı görəndə deyir ki, vəssalam, iş işdən keçdi, mən belə, filan, uşaq pozuldu və s. və s. Yox, bunlar hamısı normaldır. Bunu başa düşmək üçün öz uşaqlığınızı xatırlayın. Görün nə qədər yanlışlar etmisiniz. Kimin, heç valideynin bildiyi, bilmədiyi o qədər. Amma o deməkdir, bu insan belədir. Biraz rahat olmaq lazımdır. İnsan yıxıla-yıxıla, səhv eləyə öyrənir. Səhv etmə imkanı vermək lazımdır uşaqlara. Uşaqlar da bir dəfə belə çağırış etmişdim. Mən uşaqların tərəfindəyəm də. Uşaqlara deyirəm ki, valideynlərinizi, öz böyüklərinizi yanlışlarınızla böyüdün. Yanlışlarınızla öz böyüklərinizi böyüdün. Tənqidlərinizlə böyüdün. Yəni bu böyüdür də, bu səbr etməlidir. Başa düşür ki, bilirsiniz, bu prosesin içindən keçən adam kimi deyirəm də. Yanlış eləyir uşaq, səhv eləyir, dəcəllik eləyir və s. və sən başa düşürsən ki, bu onun haqqıdır. Və sən elə bir ki, eqona çırpılır da, sən buna səbr etməlisən, sən isə deyə bilməzsən və s. sən də böyümüş olursan nəticə etibarilə və bu insanlar arası münasibətinə də yaxşı təsir göstərir.